Artıq Bakıya geri dönüş edirəm. Gəncədə vaxt keçirtmək çox gözəl idi, çox istirahət etdim, lakin artıq işləmək istəyirəm. Əslində psixoloji seanslarımın çoxu onlayn formatda olduğuna görə Gəncədə olsam da, Bakıda olsam da, onsuz da işin çox hissəsini onlayn formatda eləyirəm. Lakin buna baxmayaraq hələ bilirəm ki, Bakıda olanda daha çox işləməyə meylli oluram, Gəncədə olanda isə daha çox istirahətə meylli oluram. Bu gördüyünüz mənim pişiyim Belladır. Gəlmək istəmirdi Bakıya, güclə onu tutdum. Əlimi də bütün cırıq-cırıq elədi. Elə belə cırmadı, qan gəlirdi əlimdən. Bu da bizim estetik dırnaqarası liftimiz. Artıq gördüyünüz kimi hazırlaşırıq yola. Daha doğrusu maşına minməyə hazırlaşırıq. Bu mənim mamamdır. Bellanı, yəni pişiyi saldı maşına, qapını bağlayır. Ya bu detalları deyirəm bilmirəm. Bu da mənim suyumdur bankada, çünki iftarımı açıram maşında. Uşaqlıqda uzun yol getməkdən zəhləm gedirdi. Çünki həm ürəyim bulanırdı, həm yorulurdum, həm sıxıcı gəlirdi, başım ağrıyırdı. Lakin artıq elə deyil. Digər videomda dediyim kimi artıq o qədər öyrəşmişəm ki, bu həyat tərzinə, həyat tərzim başqa cür olanda mənim xoşuma gəlmir. Artıq yol getməkdən də, maşında musiqi qulaq asıb saatlarla yola baxmaqdan da zövq alıram. Yolun ortası ilə gördüyünüz şəkillər hər biri şəhidlərimizin şəkilləridir. Allah hamısına rəhmət eləsin. Bu da bizim itimizdir. İt deməyə belə dilim gəlmir, ailə üzvümüzdür deyə bilərəm. Ümumiyyətlə mənə bütün bizim heyvanlarımız ailə üzvlərimiz kimi gəlir və bəli, evimizdə həm it, həm pişik var. Bu nə qədər qəribə eşidilsə də onlar çox yaxşı yola gedirlər. Qaranlıqda Bellanın üzünü görə bilirsiniz, ümidvaram. Burada da gezir, ora-bura fırlanır, başını qatmağa çalışır. Bella xanım nəhayət ki, barışdı öz bəxti ilə və Bakıya getməyə biraz daha razılaşmış kimi görünür. Heç nə olmaz, onun xətrinə bir daha gələcəyik Gəncəyə. Artıq Bakıya çatdıq və bu bizim əşyalarımızdır. Papam başa düşmür ki, mən niyə onu videoya çəkirəm, lakin mən YouTube üçün çəkirəm. Yazıq hər dəfə mən onu çəkəndə birinci error verir, sonra isə mənim videolarıma uyğunlaşmağa çalışır ki, mən də xoşbəxt olum. Burada gördüyünüz Azərbaycan bayrağımız, səhv etmirəmsə dünyanın ən uzun bayrağı sayılırdı bir dövrlər. Ondan sonra daha uzunu çıxıb ya yox bilmirəm. Cahilliyimə görə kommentlərdə bəlkə də xeyt yığacam. Amma neyniyim, mən də beləyəm. Bu da bayaqdandır, bayraq haqda cahil danışan insanın sifəti. Bəli, bu mənəm. Niyə belə gic-gic ses tonu ilə danışıram, onu da başa düşmürəm. Bella xanım yorğun-arğın yoldan sonra yatır. Nəhayət ki, rahatlamış görünür. Bu da şamlar. Şamsız yaşaya bilmirəm. Ölürəm şam üçün. Instagram səhifəmdə də dəqiqədə bir şam şəkilləri var onsuz da. Niyə şamı bu qədər sevdiyimi də bilmirəm. Səhərim də Bella ilə açıldı. Işınım, bolumdu, bolum. Bu da Filiçka, Fila. Biraz da Bakıya baxın. Burada da köhnə iş yoldaşlarımla görüşməyə gedirəm, lakin küləkdən elədiyim bütün ukladka zibil olub, heç nə olmaz, mən yenə də xoşbəxtəm. Küləyi, Bakıya küləyi. Bakıda yaşayırsınızsa bilin ki, ukladkanın heç bir mənası yoxdur. Çünki artıq ukladkadan heç nə qalmadı. Burada avtobusdayam və gördüyünüz kimi ukladkanın usu qalmayıb. Bəli, heç nə olmaz. Yəni də xoşbəxtəm. Burada artıq canlarımla görüşdüm. Bu Yadoş qardaşımızdır. Bayaq deyirəm ki, burada yadigardan başqa bizim burada bir dənə də iş yoldaşımız oğlan var, amma çox belə abırlıdır və
TikTok həyatına daxil olmaq istəmədiyinə görə kadrlarda ancaq biz. Məcburəm mən. Məcburən niyə? Məcburəm mən çəkilir. Məcburən zadı yox, astirəmə. Da, конечно, çox istəyirəm sən yadırsan. Sən də çox istəyirəm. Yatmışca başaya. Dostlarımı da çox sevirəm, Bakını da çox sevirəm, Gəncəni də çox sevirəm və ümumiyyətlə hər şeyi çox sevirəm. Xoşbəxt olun, sağ olun, salamat qalın, məni izləyin. Bu da Yadigar bəydir. Bu da Sulə xanım. Bəli, sağ olun.